Çinarə, sabahınız xeyir olsun. Bəli, çoxdan gözlənilən qarlı hava paytaxt ərazisində də müşahidə olundu. Düzdür, sulu qar müşahidə etmişdik bir neçə gün öncə mərhələli şəkildə, amma ötən gün əsl qar havasını eyni zamanda göydən, səmadan düşən ağ qarı gördük və bugün ətrafa baxdıqda bir qədər ağ örpəyə bürünüb deyə bilirik və eyni zamanda Milli Hidrometeorologiya Xidmətindən də bildirilir ki, bugün də müəyyən qədər qar yağma ehtimalı var paytaxt ərazisində. Eyni zamanda sənin də vurğuladığın kimi güclü külək əsəcək, amma axşama doğru şimal-qərb küləyindən gedir ki, söhbət səngiyəcək və bununla bağlı da xəbərdarlıq var. Eyni zamanda yollar buz bağlayıb, paytaxt ərazisində müəyyən istiqamətlərdə indi yollarda qənaətbəxşdir vəziyyət. Təbii ki, növbəti bağlantıda yollarla bağlı vəziyyətdən də məlumat verəcəm. Eyni zamanda artıq yollarda müəyyən, belə deyək, şərait də yaradılıb ki, müəyyən bir istiqamətlərdə duz, eyni zamanda torpaq qoyulub ki, hansı əraziləri belə buz bağlayırsa, o ərazilərə artıq vaxtı da səpilsin. Mən amma Milli Hidrometeorologiya Xidmətinin açıqlamasını izləyicilərin diqqətinə çatdırmaq istəyirəm. Bugün qeyd olunur ki, şaxtalı hava hökm sürəcək. Eyni zamanda vurğulanan məlumat ondan ibarətdir ki, artıq bir neçə ildir ki, qış ayı müəyyən qədər sərt keçməsə də son illərin ən sərt qışını müşahidə edirik. Eyni zamanda yanvar ayının ən şaxtalı havasını müşahidə edirik və eyni zamanda Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Günlarə xanım vurğulayıb ki, ümumiyyətlə 20 yanvar, 21 yanvar tarixlərində əsasən bu şaxta 2017-ci ildə son dəfə müşahidə olunub. 2019-cu ildə bir qədər aşağı olub, amma 2017-ci ildə daha çox şaxtalı hava müşahidə olunub və bugünlə müqayisədə demək olar ki, həmin şaxtalı havanı biz müşahidə edirik və bu şaxtalı hava fevral ayına kimi də davam edəcək. Çünki yanvar və fevral ayları qış aylarının ən sərt keçən şaxtalı havasıdır. Bugün isə gecə saatlarında paytaxt ərazisində 1 dərəcəyə kimi şaxta olacaq, 2 dərəcəyə kimi isti, gündüz isə qeyd eləyək ki, 2-4 dərəcə isti olacaq. Amma bölgələrdə qeyd eləyək ki, vəziyyət o qədər də qənaətbəxş deyil. Nə mənada? Çünki şaxtalı hava hökm sürür, temperaturun, müsbət temperaturla bağlı heç bir açıqlama yoxdur. Paytaxt ərazisi ilə bağlı eyni zamanda o məlumatı da vermək istəyirəm ki, əsasən belə deyək, yollar buz bağlayacaq, vurğulanır, külək əsəcək, axşama doğru səngiyəcək, küləyin sürəti isə 23 metr saniyəyə kimi qalxacaq, bəzi ərazilərdə, bölgələrdə isə 28 metr saniyəyə kimi qalxması ehtimalı var və sulu qar da müşahidə olunacaq. Ötən günə nisbətən bir qədər, belə deyək, az olacaq və eyni zamanda duman müşahidə olunacaq deyə Milli Hidrometeorologiya Xidmətindən bildirilir. Bölgələrlə bağlı da məlumat vermək istəyirəm. Bölgələrdə elə bir neçə gündür ki, sulu qar və qar müşahidə olunur. Bugün də bəzi ərazilərdə sulu qar, dağlıq dağətəyi ərazilərdə isə qar yağacaq. Hazırda da bəzi ərazilərdə intensiv qar yağır, yollar da buz bağlayıb və temperatur olduqca aşağıdır. Qeyd eləyək ki, bölgələrdə əsasən gecə saatlarında vurğulanan məlumata görə hava temperatur olduqca aşağı düşüb 2-4 dərəcə şaxta müşahidə olunur. Gündüz saatlarında isə bir qədər artıb 3-6 dərəcədir. Qeyd eləyək ki, 3 dərəcəyədək şaxtadan 6 dərəcəyədək isti müşahidə olunur. Amma dağlıq ərazilərdə 10-15 dərəcə şaxta var. Müsbət temperaturdan ümumiyyətlə söhbət getmir. Yüksək dağlıq ərazilərində temperaturu açıqlanıb 17-22 dərəcəyə kimi şaxta müşahidə olunur və gün ərzində də belə hava şəraiti davam eləyəcək. Bölgələrdə eyni zamanda vurğulanır ki, yollar buz bağlayıb, dağlıq dağətəyi ərazilərdə ümumiyyətlə hərəkət etmək çətinləşib. Əlavə olaraq da o məlumatda vurğulanır ki, dumanlı hava müşahidə olunur. Gün ərzində belə hava davam eləyəcək. Milli Hidrometeorologiya Xidmətindən isə bildirilir ki, şimal bölgəsindən, şimal tərəfdən gələn soyuq hava kütlələrinə əsasən hava şaxtalı keçəcək bir neçə gün. Eyni zamanda Arktika ərazisindən də deyir, paytaxt ərazisinə, ümumiyyətlə Azərbaycana belə deyək, soyuq hava kütlələri daxil olduğundan yanvar və fevral ayının belə şaxtalı soyuq keçməsi ehtimalı var. Düzdür, arada qış günəşinin şüalarını müşahidə eləyəcəyik, hiss eləyəcəyik. Hazırda da buludların arasından ara bir onun şüasını müşahidə etmək mümkündür, amma sərt şaxta müşahidə olunur. Deyək ki, əllər buz bağlayıb, hava aydın görünsə də və ərazidə də vurğuladığımız kimi müəyyən istiqamətlərdə artıq ağ qar görmək mümkündür. Bəli, Milli Hidrometeorologiya Xidmətindən bugünün hava proqnozu, eyni zamanda yanvar-fevral ayının açıqlaması bundan ibarət idi. Mən də izləyicilərimizi bu istiqamətdə məlumatlandırmağa çalışdım. Hər cür hava şəraitində, şaxtalı, soyuq havada belə hər kəsə xoş gün arzulayırıq. Çinarə, hələlik söz yenidən səndə.